Qurban Qurbanov hirslənib Azərbaycan futbolunun bəlasını yada saldı. Dünənləri İmişli üzərində qələbədən sonra Qurbanov heç də şad deyildi. Sadəcə olaraq stadionun o törtüyünün bərbad olmasından, futbolçuların hər an zədə alması qorxusundan çoxlu danışdı və haqlı olaraq. İndiyəcən bir çox məşqçilər Quba stadionunda o törtüyünün bərbad olmasından danışırdılar, amma heç kim fikir vermirdi. Amma artıq bu məsələni Qurban Qurbanov ictimailəşdirir və bu məsələni qaldırır və tələb edir ki, həll eləyin bu məsələni. O törtüyü düzəldilməlidir. Belə meydançada futbol keçirmək olmaz. Əlbəttə, bu il, bu mövsüm icazə verilmişdi ki, klublara müvəqqəti olaraq hər hansı bir arenada oyunlarını keçirsinlər. Ancaq ümid edirik ki, gələn ildən lisenziya komitəsi, AFFA, PFL bir yerdə oturub fikirləşəcəklər və komandalar ancaq öz stadionlarında oynamalıdırlar. O törtüyü çox yüksək səviyyədə olmalıdır və bunu əgər Qurban Qurbanov qaldırırsa və tələb edirsə, 100 dəfə haqlıdır və mən əminəm ki, media da onun tərəfində olacaq və bu məsələdə tamamilə 100% dəstək qazanacaq və ən əsas odur ki, bu məsələ həll olunsun. Çünki təsəvvür edirsiniz, Qarabağ klubu Çempionlar Liqasının oyununa hazırlaşır və belə bərbad meydançada oyun keçirdir. Bu uyğun olmayan bir şeydir. Kimə desən, xaricdə buna gülərlər.